Salam dostlar, bugün Nəsim Üzü kitabdan, Pərin Aliyevin müəllifi olduğu kitabdan Nizami Gəncəvi ilə bağlı olan testlərə baxacağıq. Deməli, başlayaq birdən deyir, doğru fikirli və yanlış fikirlər. Sizin İskəndər Nüşabənin kim olduğunu Bərdəyə gələndən sonra bilir, bu düzdür. Elçi İskəndər olduğunu boynuna almayanda Nüşabə ona Günəş palçığa sualını deyir, bu onun nitqində var. İskəndər əvvəlcə Nüşabəyə döyüşündə olur, belə fikir yoxdur. İskəndər qadın olduğu üçün Nüşabəni bir hökmdar kimi tanımaq istəyir, belə fikir yoxdur. Döyüş sənətinin sirlərini öyrənən bu gənc şahzadə öz gücü ilə, igidliyi ilə hamını heyran edir. Bu da düz fikirdir. Deməli cavabımız B variantı olacaq. 2-də deyir, Sinan Xəzinəsi əsərinə aiddir. Hekayətlərin mövzusu məqalətlərdən geniş, deməli bir səhvdə məqalət və hekayət məzmunu səsləşir, düzdür. Şair nədən danışırsa danışsın, ictimai ədalət ideyası ön plana çəkir, düzdür. Əsərdə insan və təbiət mövzusuna xüsusiyyəti olunub. Burada deyək, yəni burada daha çox hökmdar olduğuna görə bu fikir yoxdur burada. İbrətamiz hadisələr diqqəti cəlb edən şairi onu düşünməyə nəticə çıxarmağa yönəldir. Bu fikirdə düz olacaq. Deməli cavabımız A variantıdır. Keçək 3-ə. Klasserə görə uyğunluğu müəyyən edin. Mənzum hekayədir. Deməli biz burada ilk olaraq bir dənə əsər seçməliyik, ora qoymalıyıq. Ondan sonra ona aid olan fikirlər seçməliyik. Deməli burada cavabla getsək, deməli 1-ə D verib, yəni hikmətin fəzilətini verib, sonra ona aid olan düzgün fikirlər verib. İndi baxaq, mənzum hekayədir, bu fikir düzdür. Şah obrazının əməllərinə yer verilmişdir. Biz bir hikmət fəzilətində şah obrazı iştirak edir və onun əməllərinə yer verilir. Bunu götürə bilərik. Qarşı tərəfin susqunluğuna baxmayaraq üsyankar nitq söylənilir. Bu deməli Sultan Səncər və Qarıya aiddir. Bu hikmət fəzilətinə aid deyil, ona görə bunu çıxdıq. Şahın özü kimi ətrafında olanların da ədalətli olması deməli istənilir. Belə bu fikir var. Şah ona görə də orada sualı cavab keçirilirdi. Ortaq xarakterli obrazlar sonda eyni yerdə qərarlaşırlar. Bu fikirdə deməli düzdür. Cavabımız B variantı olacaq. 4-də bax, İskəndərnamə sənə bağlı doğru deyil istəyir. Müəllif İskəndərin sözcəsindən bir vərəq yazaraq bitirə biləcəyini deyir. Hə, bəli, orada belə bir fikir var. Deyir ki, mən istəsəydim bir vərəq yazaraq da bunu bitirə bilərdim, düzdür. İskəndər günəşlə kölgəni bir tutmaq olmaz deyəndə Nüşabə günəşi palçıqla suvadın cavabını verir. Xeyr, bu fikir günəşi palçıqla suvadın deyir, amma o fikrə münasibətlə demir, yəni elə bir fikir yoxdur. Daran tələbini qəbul edən Feyrəquz xərac vermək ölkənin toxunulmazlığına nail olub, düzdür. İskəndər məzlumları, zalimləri zülmdən qurtarır, haqqın ədalətini düzdür. Nüşabə nəyə qadir olduğunu İskəndərə bildirməkdən çəkinmir. Bu fikrə düzdür. Hətta İskəndər sonra heyrətə gəlir ki, bu necə bir qadındır, məndən yəni çəkinmir, istədiyində deyir orada. Deməli burada biraz pis düşür, belə yenə də baxaq. İskəndərnamə əsəri ilə bağlı uyğunluğu istəyir. Elçi İskəndərin dəniz özünün çay olduğunu deyəndə Nüşabə günəşi palçıqla suvadın deyə deməli cavab verir. Burada da yox, bu fikir deməli səhvdir. İskəndər Bərdəyə gələrkən bu yerlərin sahibinin kim olduğunu bilmirdi. Bu düz fikirdir. İskəndər gedərkən Nüşabə ilə peyman bağlayır ki, onun mülkünə ziyan vurmayacaq. Bu düz fikirdir, amma yanlışın altına verib deyə səhvdir. İskəndər elçi libasında gəlsə də elçiyə yaraşan addım atmamasına görə Nüşabə onu tanıyır, düzdür ki, çox belə özündən razı hərəkət edir. Bu da deyir ki, bu elçiyə yaraşan hərəkət deyil. Deməli, yox, burada atmasına görə deyir, ona görə bu fikir səhv olacaq. Deməli, cavabımız 2, 4 olacaq. Deyilməzun əsərinə aid doğru fikir hansı? Sadəcə 3-cü payməsi olan bu əsər 1797-ci ildə yazılıb. 1797-ci ildə yazılan 7 gözəldir. Məhəbbət mövzusunda qələmə aldığı deməli ilk əsərdir. İlk əsəri Xosrov və Şirin idi məhəbbət mövzusunda. Müəllif müəssisləri üçün mənəvi Buxova çelin adətləri əsərdə qəbul etməmişdir. Bu fikir düzdür. Qadınların mühiti vəziyyətinə salan adətlərə baş qəhrəmanlar boyun əymirlər. Ona görə də problemlər olur. Əsərin baş qəhrəmanı mənəvi baxımdan məğlub olur. Yox, mənəvi baxımdan qalib gəlir. Fiziki cəhətdən məğlub ola bilərlər uzağı. Deməli, Sultan Səncər və Qarı əsərinə aşağıdakı cədvəldən uyğun fikirləri müəyyən edin. Deməli, darğan ədalətsiz davranışın hökmdarın göstərişi əsasında olduğu üçün cəmaət sakit durur. Hökmdar elə bir şey yəni belə bir fikir yoxdur. Yəni hökmdar demir ki, darğaya get, belə ədalətsiz davran. Yəni bu fikri biz deməli düzgün fikir kimi götürə bilmərik.
Qarı əsərin birinci hissəsində ittihamçı kimi çıxış edərək bütün olanlarda hökmdarı günah. Birinci hissədə şikayətçi kimi çıxış edir və qabağında yanlış yazdığına görə deməli bu fikri götürəcəyik. Əsərdə təhkiyə parça olsa nəzmə məxsus olan müəyyən səciyyəvi əlamətlərə yer verilib. Təhkiyə deməli aparın nəzmə məxsus olan müəyyən səciyyəvi əlamətlərə yer verilib. Bu fikir düz qabağında düz yazılıb deməli götürəcəyik. Dialoqun bilirik ki, epik növdədir. Epik növdədir və epik növdə olan əsərdə təhkiyə parça olmalıdır, amma burada nəzmin xüsusiyyətlərini yer verib. Çünki nəzm yazılıb, mənzum hekayədir. Deməli, dialoqun qarşı tərəfini təşkil edən hökmdar obrazın danışığında səhvini başa düşdüyü dialoqun qarşı tərəfini təşkil edən hökmdar obrazının danışığından, burada onun danışığına yer verilmir, səhv fikirdir. Deməli, qabağında da səhv yazılıb, deməli, buna götürəcəyik. Darğa ona tapşırılan əmri yerinə yetirərkən hökmdarın ədalətini, qarının ismətini yerə salmış olur. Hökmdarın burada ədalətindən söhbət gedilməz, ona görə yanlış, qabağında yanlış yazıb deyə götürəcəyik. Deməli, cavabımız 2, 4, 5 olacaq. 2-8-ə İskəndərnamə poemasının cədvəlin uyğunsuzluğu istəyir. Deməli, əsərdə buradan doğrudursa, buradan yanlışı seçməlidir, yanlışsa buradan doğru. Əsərdə müəllif hökmdar obrazları yaradılıb, hər birinə eyni münasibət sərgilənib. Hər birinə eyni münasibət sərgilənmir, çünki dar orada ədalətsizlik. Deməli, biri götürdük. Dara və Pənəcər kimi obrazların ölümləri öz etdilərinin cəzası kimi mənalanır. Bu fikir düzdür, amma bu fikir səhvdir. Əsərdəki nüşabə obraz cəsarətlidir. Öz düşüncələrini çəkinmədən hökmdarı ifadə edir. Bu fikrə düzdür. Deməli, bu da yanlışın altına doğru seçdiyimizə görə bunu da götürməliyik. Sərafın gözünə toz atmaqdır. Bu İskəndər Yaqut hər evdə dolu fikir nüşabənin dilindən deməli deyir səsləndirir. Bu səhvdir. Bu İskəndərin dilindən səsləndirir. Ona görə də bu fikri götürməyəcəyik. Cavabımız A variantı olacaq. Deməli, sonra 9-a baxaq. Sultan Səncər və Qara Həsən ilə bağlı səhv fikir istəyir. Qarıya görə baş vermişə hadisəyə Darğanın sərxoşluğu may olmuşdu. Düzdür. Əsərin ikinci hissəsində sultanda sonsuz zülm gördüyünü deyən qarı nəsihətlər deməli edir deyir. Əsərin əslində birinci hissəsində yox, ikinci hissəsində yox, birinci hissəsində bunu deməlidir. Deyir, səndə mən sonsuz zülm görürəm. Ona görə də bu fikir səhv olmalıdır. Deməli, əsərdə hökmdar aləmə açmağa açar kimi dəyərləndirir. Bu fikir var. Əsərdə müəllif təhkiyəsinə yer verilib, iki fərqli dildən deməli danışıq mövcuddur. Müəllifin dilindən və qarının dilindən, Darğanın dilindən götürə bilərik. Yenə də əsərdə müəllif təhkiyəsinə orada Darğanın nitqi Darğa tam da deyə bilmərik ki, Darğanın məncə nitqi var. Ona görə cavabımız B variantı olacaq. Yəqin ki, bu fikir düz olacaq. Çünki müəllif təhkiyəsinə yer verilir və bir də qarının nitqi olmalıdır, iki nitqi olmalıdır. Hökmdarın türk olmaması qarının dili ilə onun üzünə vurulur. Və bu fikir var. Deyirsən, əsl türk deyilsən. Bu fikirdə var. 10. Nizami Gəncəvin deməli İskəndər məsələ ilə bağlı uyğunluğu istəyir. Lazım gəldi özünün olduğundan aşağı mövqedə göstərməyə çalışır. İskəndər özünü elçi kimi göstərir. Qüdrətli hökmdarın belə həsədinə səbəb olsa da ölkənin azadlığını təmin edə bilmir. Elə bir şey yoxdur nüşabədə. Deməli bu səhvdir. Müqavilə bağladığı hökmdarla eyni düşmənin üzərinə getmək nüşabə elə bir fikir də yoxdur. Təkəbbürlü zalım olan bu hökmdarın səciyyəvi xüsusiyyətləri qabarlıq əks olunub darada. Bu da fikir düzdür. Deməli cavab A variantı. 11. Nizami Gəncəvin əsərlə bağlı cədvəl əsasında uyğunluğu müəyyən edin. Yaralı Uşağın dastanı əsərdə insanların əməyə fərqli münasibətləri deməli əsərdə deyir, insanların əməyə fərqli münasibətləri əks olmuşdur. Əməyə qarşı münasibət Yaralı Uşağın dastanında yoxdur. İnsanlar ağılsız dostu ilə ağıllı düşməni fərqləndirmə bacarmalıdır. Bu fikir burada var. Sultan Səncər və Qarda deməli əsərin əvvəlində səhvlər ilə yadda qalan obrazların sonunda deməli peşmanlığı əks olunub. Belə bir fikir burada yoxdur. Əsərə görə insan aləmə açmağa bir açar kimi yaradılıb, zülm üçün yaradılmayıb. Bu fikir var. Uzun və qısa hecaların bir-birini izləməsi, yəni əruz vəznində demək istəyir. Bu fikir ikisinə də aiddir. İkisi də əruz vəznində yazılıb. Ağıl insan üçün ən gözəl zinətdir. Atalı sözü əsərin ideyası ilə səsləşir. Bu fikir isə yaralı uşağın dastanı üçün deməli uyğun olacaq. Ona görə cavabımız Y variantı olacaq. 12. Ağıllı uşağın dastanından fərqli olaraq yaralı uşağın dastanında nöqtəli yeni yazıla biləcək fikir deyir. Burada deməli yaralı uşağın dastanından fərqli olaraq ağıllı uşağın dastanından fərqli olaraq yaralı uşağın dastanında olan fikir deməli biz seçməliyik.
Təkcədən istifadəyə faiz xüsusiyyət var, bu ikisinə də aiddir. Ağıllın insan üçün necə bir nemət olması bu ikisinə də var. Obrazların dilindən danışığa yer verilmir, yer verilir. Zaviyaskasında xan qocalara əsir götürür. Bu yaralı uşağına aid deyil, ağıllı uşaqdan olmalı idi. Müəllifin hadisəyə münasibətindən yer verilir. Bu sadəcə yaralı bir uşağın dastanında var, ağıllı uşaqda yoxdur. 13 İskəndərnamə poemasına aid doğru fikir. Milli və bəşəri dəyərlər humanist dəyərlərlə deməli zənginləşdirmişdir deyir. Bu fikir düzdür. Poemada döyüş səhnələrində canlı real təsviri düzdür. Şərifnamə əsasında şairin fəlsəfi düşüncələri bu iqbalnamədə olmalıdır. Müəllif fəlsəfi etik düşüncələrini bu əsərdə yekun vurub, yəni axırıncı əsərdə demək istəyir bu. Düzdür. Əsərdə aparıcı mövzu məhəbbət mövzusu deyil. Deməli cavabımız 1, 2, 4 olmalıdır D variantı. İctimai ədalət mövzusu və yaxud da hökmdarı necə idarə etməlidir falan mövzularda yazılıb. Bu məhəbbət mövzusunda deyil. Deməli, Feyləqus dara və nüşabə verib. Zülmü ortadan qaldırmışdı bu Feyləqus. Ağıllı insanlara qənim kəsilmişdi bu daradır. Müəllifin ona rəğbəti açıq-aşkar duyulur. Bu da nüşabədir. 1A, 2B, 3C variantımız C olacaq. Deməli, sonra 15-də İskəndərmə səhnə bağlı doğru fikirlər istəyir. Nüşabə şairin rəğbət bəsləyə obrazlarından düzdür. Feyləqusun simasında paxıllıq deməli deyir göstərilir və bu fikir yoxdur. İskəndərin Bərdəyə gəlməsi tarixi məqam deyil, çünki tarixdə belə bir şey yoxdur, sadəcə müəllifin təxəyyülüdür. İskəndərin elçi kimi davranışı onun elçi olmasını sübut edirdi, sübut edilmirdi. Çünki İskəndər elçi kimi davranmırdı. Əsər məsələ şəklində poema janrında yazılıb, bu fikir də düzdür. Deməli 16 İskəndərnamə poemasında verilən fikirlərdən doğru olanını seçin. Nüşabə İskəndərin Məhdiyin yolunu göstərdiyini deməli deyir, söyləyir. Belə bir fikir orada yoxdur. Nüşabə İskəndər Məhdiyin yolunu göstərdiyini demir. İskəndər atasından sonra atasına fərqli olaraq ədalətli hökmdar olur. Bu ikisində də var. Ona görə bunu çıxdıq. Müəllif əsəri yazarkən türk mənbələrinə müraciət edirdi. Nəsrani və yaxud da Yahudi Pəhləvi mənbələrindən müraciət edir. İskəndərlə bağlı məlumat hazırlanan müəllif şikayətlənir. Bəli, bu fikir var. İskəndər saraya elçi kimi gedir, lakin kimsə bundan xəbər tutmur deyir. Bundan Nüşabə xəbər tutur. Nüşabə bildi o deyil. Ona görə heç kim xəbər tutmur, səhvdir. Deməli, Nizami Gəncəvi yaralı uşağın dastanı əsərində nöqtəli yeni yazıla biləcək fikir istəyir. Baxaq deyin, uşağın dostları mövcud vəziyyət çarə axtarırlar, amma tapmırlar və yaxud da istəmirlər. Atasından qorxurlar, ona görə heç bir çarə istəmirlər. Dostları hadisə yerinə həkim çağırmaq istəyirlər. Bu fikir yoxdur. Uşağın düşməni yaralı uşağı öncədən tələ qurmuşdu. Deyil. Uşağı düşmən olan obraz onun pisliyini istəyirdi. Deyildi. Onun elə yaxşılığını deyənə gəlib atasına xəbər vermişdi. Uşağın düşməninin onu xilas edilməsində hədləyici rol oynayır. Bu fikirdə düz, çünki yer və atasına deyən oydu. İskəndərmə poemasında İskəndər obrazı ilə bağlı düzgün fikirlər istəyir. Hər şeyə çarə tapa bilməsi ilə göstərilir, amma o ölümə çarə tapa bilmir. Hinddən Yona qədər olan böyük şəhərli tamam. Bu düz. Atası ağıl sahibi Rumlu hökmdar kimi düzdür. Deməli, tərəfə baxaq. İskəndər Nüşabənin kim olduğunu Bərdəyə gəlmədən bilir dedi. Bu fikir yoxdur. Saraya elçi adı ilə gəlir. Bu fikirə düz deməcəyimiz Y variantıdır. 19 deməli cədvəl əsasən uyğunluğu istəyir. Sultan Səncərlə İskəndərnaməni verib. Deməli biz burada baxaq. Üsubzaq Sultan Səncər və qarıdır, kvadratdakı İskəndərnamə. Əsərdə zalım və qəddar hökmdarların əməlini açıb göstərmək müəllif qayəsindən biridir. Bu Sultan Səncər və qarıda var. Çünki deyir, əsərdə zalım və qəddar hökmdarların əməlini açıb göstərmək müəllif qayəsindən biridir. Bu fikir var, çünki qarının simasında bu göstərilir. İkiyə baxaq, Nüşabənin fərasəti qarşısında aciz qalan İskəndər qorxudan saman kimi saralır. Bu fikirdə var. Çox insan deyir, qorxmur, amma İskəndər əslində qorxur. Ona görə 1-2-ni götürməliyik. Qadın obrazı qorxmazdır. Digər əsərdə olduğu kimi başına gətirilən zülmü açıqca deyir. Deyir, digər əsərdə olduğu kimi. Digər əsər deyəndə də İskəndərnaməni nəzərdə tutur və bu fikri biz yanlış kimi götürməliyik. Çünki digərlərində başına gətirilən zülm yoxdur. Sadəcə bu fikir Sultan Səncər və qarıda var. O birisində yoxdur. Ona görə bu fikir səhvdir. Deməli cavabımız A variantıdır. Nüşabə istər əməli, istərsə də sözləri İskəndərə tabe olduğunu deyir. Bu fikirdə var. Deməli cavabımız 1, 2, 3. 20. Nizami Gəncəvinin Sultan Səncər qarıda səhnədir. Bir kefli darğa deyib gəldi. Cavabımız D variantı olmalıdır. İskəndərmə səninə aid deyil. İskəndər atasından sonra taxta sahib olur, ədalətli rəftarı ilə şöhrət qazanır.
Bu fikir elə düzdür. Deməli cavabımız A variantı. Müəllif baş qəhrəmanı əsər boyu inkişafda vermirdir, verir. Baş qəhrəman müəllifin təxəllüli məhsul sayılır. İskəndər peyğəmbər səviyyəsinə yüksəlir. Nizami öz qəhrəmanını sevir, qüsurlarını gizlədərəkdir, gizlətmir. Deməli buna çıxdıq. Nizami Gəncəvinin Sultan Səncər və Qara əsəri haqqında səhv fikir. Zaman hökmdarı ədalətli olması düzdür. Dövlətin idarə olunması qaydaları xatırlanır, düzdür. Dövrün hökmdarlarının eybləri göstərir, düzdür. Ədalətsiz hökmdarların cəzası qalmayacaqlarını deyir. Sənin deyir nə idi? O biri dünyada deyir cəzası qalmayasın bu fikirdə var. Yoxsul insanlar rəiyyət zalim hökmdarlara qarşı mübarizəyə yoxsul insanlar rəiyyət zalim hökmdara qarşı mübarizəyə ruhlandırmışdır. Burada ruhlandırma fikri yoxdur. Ona görə cavabımız Y variantı olacaq, səhvdir. 23-cü İskəndərmə poemasına hansı fikirlər aiddir? Nizaminin sayca son poeması tək hissəlidir. Tək hissəlidir, 2 hissəsindən ibarətdir. Ona görə səhvdir. Poemanın qəhrəmanına elf fəlsəfi düşüncələri birinci hissədə verilmiş, ikinci hissədə verilir. Bu da səhvdir. Birinci hissədə deməli haqqı bərqərar etmək üçün göstərilən səylərdən düzdür. İqbalnamədə insan və onun cəmiyyətindəki yeri, vəzifələr barədə düşüncələri verir. Bu da düzdür. Deməli bu əsər mənzum roman hesab olunur. Böyüklüyünə görə mənzum roman hesab olunur. Ona görə cavabımız Y variantı olacaq. Deməli keçək digərinə. 24-də deyir ki, Sultan Səncər və Qara Həsəndə qarı padşahı öz ölkəsində abad görmək istəyirsən, nə etməlidir? Təbii ki də rəiyyəti məsud və şad etməlisən deyir. Onun gözəlimiz A olacaq. 25-də deyir Nizami Gəncəvinin Sultan və Səncər Qara Həsəndədir. Bir zamanlar türklərin çox yüksək dövləti bəyənildi, hər yanda ölkəsi ədaləti. 25A ona görə də deyir ki, sən əsl türk deyilsən. Onu hindli quldur adlandırır. İskəndər obrazı ilə bağlı doğru fikir seçin. Nüşabənin İskəndərə verdiyi dərsdən nəticə çıxarmır. Kimsə əslində biraz cümlədən natamam gəldi mənə. Nəsə, yəqin ki, burada İskəndər nəticə çıxarmır deyir və İskəndər nəticə çıxarır. Nüşabənin sözlərinin doğru olmadığı qənaətə gəlir. Əslində birinci deyir doğru olmadığını, amma sonradan dərs çıxarır ondan. Onun əslində sözlərinin doğru olduğunun qənaətinə gəlir. Bu fikri deməli düz götürmürük. Nüşabə İskəndəri saraya gəlməmişdən öncə tanımırdı. Nüşabə İskəndər saraya gəlməmişdən öncə tanıyırdı. Hətta xalçanın üstündə şək də vardı. O necə olur? Mərdliyin yolunu göstərir deyə İskəndər Nüşabədən razı qalır. Bu fikir isə düzdür. Bayaq da görmüşdük, onu Nüşabə fikirləşmir. İskəndər Nüşabədən razı qalır bu fikirdə. İskəndər Nüşabə ilə sülh bağlamada ayrılır. Onlar peyman bağlayırlar ki, bura hücum etməyəcək. İskəndərnamə poemasına aid doğru fikirlər istəyir. Poemada epik növdə məsnə formasında nəzmlə yazılıb. Düzdür. Hadisələrin geniş müfəssəl təsviri mənzum roman adlanır. Müfəssəl geniş deməkdir. 1-2 deməli götürməliyik. Əsər formaca müəllifin digər əsərlərinə bənzəmir, bənzəyir. Məzmunca Nizami yaradıcılığına xas olan təkrar mövzulara. Niyə təkrar olan mövzulara deməli rast gəlinir? Çünki orada hökmdarla bağlı olan mövzular var. Hökmdarın necə ədalətlə deməli idarə etməsi, ona görə bunu götürür. Deməli cavabımız D variantı olacaq. Əsər əsası ilk dəfə Nizami tərəfindən qoyulan müstəqil janrda poema janrındakı Xaqani Şirvani tərəfindən qoyulub. Ona görə bu fikirdə səhvdir. Deməli cavabımız 1-2 olacaq. Sultan Səncər və Qara əsəri ilə bağlı səhv fikir istəyir. Adı deyir ki, ədalətsiz hökmdarların cəzasız qalmayacaqlarını deməli işarə edilmişdir. Bu fikir düzdür, amma bizdən səhv fikir A-nı çıxırıq. Müəllifin poemalarının birinə daxil olan məzmun əşya silah xəzinəsindən daxildir. Bu fikir də düzdür. Ədalətsiz şahlara müəllifin nifrəti əks olmuşdur. Bu da düzdür. Dövrün hökmdarları ədalətli olmağı çağırır, düzdür. Əsər epik növdə qəzəl kimi qafiyələnib. Qəzəl kimi qafiyələnməyib. O A şəklində qafiyələnib, yəni məsəl kimi qafiyələnib. Ona görə bu fikir səhvdir, Y variantı. İskəndərmə ilə bağlı doğru fikirlər istəyir. İskəndər haqqında heç bir əsərdə yığılan məlumat verilmədiyini bildirir. Bu fikir var. Müəllif İskəndər sərkəsindən bir və ya iki yazar bitirə biləcəyini deyir. Bu var. İskəndərin fars adətinə hörmət göstərmirdi. Belə bir fikir yoxdur. Deyir, hər adətə yəni deyir, hörmət göstərdi. Bu səhvdir. Tayfa olaraq Surişiləri yer üzündən silir. Bu düzdür. 22 yaşında hökmdar, 27 yaşında peyğəmbər olur. 20 yaşında hökmdar olduğuna görə bu fikir də səhvdir. Deməli cavabımız 1, 2, 4 olacaq. B variantı. Sonra 30-da deyir ki, Nizami Gəncəvinin poemasının cədvəldən uyğunluğu müəyyən edin deyir. Yunanistan idi, onun məskəni Makedoniya idi, doğma vətəni Misralarında İskəndərin atası təsvir edir. Düz deyir, bu Feyləqusa aid fikirdir, bu fikir düzdür. 2-yə baxan Nüşabənin torpağına çatan İskəndərin əvvəlcədən buranı idarə edən ilə bağlı məlumatı var idi. Yox idi belə bir məlumatı, ona görə bu səhvdir. Nüşabə İskəndərin şəklini göstərdikdən sonra da İskəndər kimliyini inkar edirdi deyir. İskəndər, burada olmalı. İskəndər kimliyini inkar edir. Bu səhv fikirdir. Nəyə görə səhv fikirdir? O, onu göstərəndən sonra daha boynuna alır onun İskəndər olduğunu. Ona görə bu fikir yanlışdır. Deməli, bunu göstərir.
Götürürük. İskəndər Nüşabənin daş qaşla bağlı tövsiyələrini qəbul edir. Həmçinin bu davranışda əks cavab verir. Bu fikrə düzdür. Yəni deyir ki, sən əgər deyir bu daş qaşa belə münasibət bəsləyirsənsə, özün niyə daş qaşa görə deyir nəsə edirsən? Bu belə bir fikirdə deyir, əks cavab verir. Ona görə bu fikir düzdür, amma bunu götürməyəcəyik. Deməli cavabımız A variantıdır. 31 Sultan Səncər və Qarı hekayəsində Qarı şaha bildirir ki, mənim dadıma çatmasan, qiyamət günündə səndən hesab sorulacaq. Deməli, bu fikir var. 2-də deyir ki, yalnız öz şəxsi problemlərini demir, xalqın əslində problemlərini ifadə edir. Sanki ədalətə çağırışın dartısıdır. Sanki ədalətə çağırışın dartısıdır. Bu fikir düzdür. Şah onun ağlı, bacarığı fədası qarşısında deməli aciz qalır deyir. Bu belə bir fikir burada yoxdur. Ona görə də bunu götürürük. Y variantı olacaq. Nizam Gəncəvi Sultan Səcəd və Qara Həsənin bədii formasına aiddir. Bir fikir verək ki, bədii forması deyir. Ümumiyyətlə biz burada məzmunla bağlı olan görə nəsə var? Məzmunla bağlı bu var. Məzmunla bağlı bu var. Deməli 2 və 4-ləri elə variantlardan sonra variantım çıxmır, yox. Hecaların sayı bərabərlik prinsipinə yazılmış deyir. Hecaların sayı bərabərlik prinsipi heca vəznidir. Bu əruz vəzninə yazılmış. Ona görə bir də səhvdir cavabımız və 3 və 5 olacaq. B3 növdə mənzum formada yazıb, yəni nəzmdən düzdür. Əsərdə süjet xətti var, təkcə əsaslanır, bu da düz fikirdir. Nizam Gəncəvi Sultan Səcəd və Qara Həsən ilə bağlı uyğunsuzluğu istəyir. Deməli, nə etməli? Buradan səhv, buradan düzü seçməli. Qarının sözləri ədalətin yüksələn səsi dedi. Qarının sözləri ədalətin yüksələn səsi düzdür, amma səhv istəyir, ona görə biz bunu götürməyəcəyik. Şair sadə insanlara böyük rəğbətini, deməli, rəğbətini deyir, ifadə etmişdi. Bu fikir burada düzdür, amma səhv seçməliyik. Şahın apardığı müharibələr əhalinin vəziyyətini ağırlaşdırır. Bu müharibələr hissəsi burada yoxdur. Bu Xəzinə Qaya əfsanəsində səhv eləmirəmsə olmalıdır. Bu hissə var. Orada da bir nənə olmalıdır. Oğluna görə gəlir şahın yanına. Orada müharibələr var. Burada müharibə yoxdur. Bunu götürürük deməli. Yanlış fikirlərdən isə düzlər seçməliyik. Qarı haqsız deməli, yerə əzə milyonlarla günahsız diləklərini ifadə etmişdi. Bu var. Qarı birinci hissədə şikayətçi, ikinci hissədə ittihamçı kimi, bu da düzdür. Dövlətin işlərini sərxoş darğalara etibar edən şah keyf məclisləri qurur. Dövlət işlərini sərxoş deməli, darğalara etibar edən şah keyf məclisləri qurur. Belə bir fikir yoxdur. Orada ona görə bu fikri götürməyəcəyik. Deməli, cavabımız 3, 4, 5 olmalıdır. Deməli, Nizam Gəncəvi Sultan Səcəd və Qarı əsəri ilə bağlı yanlış fikir istəyir. Deməli, Qarının fikrincə ölkədə hökumətin bərqərar olması padşahın qəzəbindən asılı deyil. Bu fikir düzdür. Qarı şahın hər zaman xalqın yanında olduğunu ona xata düzdür. Qarı şahda ədalət yox, zülm görür. Deyir, sən də zülm görürəm, bu da düzdür. Müəllifin fikrində ölkəsini abad görmək istəyən şah rəiyyətin könlünü xoş etməlidir. Bu fikir düzdür. Bura kimi belə bura hissəsi düzdür. Amma müəllifin fikrincə deyil, o Qarının fikrincə. Yəqin ki, buna görə bunu səhv variant olaraq götürəcəklər. Amma yenə də belə tam olaraq müəllifin fikrincə, əslində müəllif onu belə ifadə edirdi. Yəni biz əsərində onu çatdırmaq istəyir. Amma yəqin ki, Qarı ifadə edir, Qarıya götür. Qarının sözləri ədalətin yüksələn səsi, bu da düz fikirdir. Deməli cavabımız D variantı olacaq. Deməli 35. Nizami Gəncəvi Sultan Səncər və Qara Həsən ilə bağlı yanlış fikir istəyir. Silə xəzinət poemasına aid nümunədir. Bu fikir düzdür. Qarının bu hala salmasının səbəbi darğanın sərxoşluğu düzdür. Bir qara cinayətkar olarmı sualı qoyulur? Bu fikir var. Qarının dilindən mənim dadıma çatmadan qiyamət günündə sənə hesab sorulacaq ifadəsi işlənilir. Düzdür. Sonda şair özünə müraciət edir. Müraciət etmir, sadəcə adını çəkir, müraciət yoxdur. Deməli 35-də Y olmalıdır. 36-da Nizam Gəncəvi Sultan Səcəd və Qara Həsənin bədii məzmununa aid olanları müəyyən edin. Qarı şahın ədalətsizliyini fikir verir ki, bədii məzmun istəyir. Baxaq görə nəsə varmı burada forması ilə bağlı? Bu formadır. Bu da formadır. Deməli, avtomatik 2 və 4-ləri variantlarımızdan çıxdıq. Cavabımız çıxdı 1, 3, 5. İndi baxaq. Qarı şahın ədalətini qəbul edə bilmir. Var. Şah ədalətli olmağa çağırış var. Qarı həm ittihamçı, həm də şikayətçi kimi çıxış edir. Bu fikirdə var. Deməli, cavabımız B variantı olacaq. Sultan Səncər və Qarı məzmunun hekayəsi haqqında danışılmır. Haqqında yanlışdır istəyir. Deməli, biz burada yanlışı seçməliyik. Ədaletsiz hökmdarın gec-tez cəzaları alacağını bilir. Bu var. Sultan Səncərin padşahlığa layiq olmadığı var. Qarı hökmdarı azğın, zalımçı
talançı adlandırır. Var. Sultan Səncər Hindi quldur adlandırılır. Türk olmanın isə yalan olduğu. Bu da var. Qarı ancaq Darğanı şikayət etmək üçün şahın yanına getmişdi. Sadəcə Darğanı şikayət etmək üçün yox. Ölkəni necə ədalətli idarə etməlidirlər. Orada olan insanların əslində birləşmiş bir forması idi oradakı qarı. Ona görə cavabımız C variantı olacaq. Deməli 38-də yenə Sultan Səncərlə bağlı, qarı ilə bağlı yanlış istəyir. Qarı birinci hissədə şikayətçi, ikinci hissədə iddiamçı kimi çıxış edir, düzdür. Müəllif sadə insanlar haqqında tapdaların nifrətini ifadə edib, düzdür. Sədə şahın nitqindən bəlli olur ki, o ədalətsizdir. Orada şahın bir nitqi yox idi, ona görə bu fikir səhvdir. Səhv istədiyinə görə götürürük. Nizam Gəncəvinin xəmsəsindəndir, bu da düzdür. Ədalətsiz hökmdarların cəzasız qalmayacaqlarına işarə etmişdir, bu da düzdür. Demək 38-də cavab oldu, C variantı. 39 İskəndərnamə əsərinin məzmununa aiddir. Yenə bizdən məzmunla bağlı bir şey soruşur. İskəndər Darəyə məğlub olur deyir. Bu fikir səhvdir. Çünki içində Darəyə məğlub olmur, Daranı məğlub edir. Nə təri məğlub edir? 2 dənə adamı var idi hansı ki Daranın. Onlar gedir İskəndərə deyir ki, biz sənin tərəfində ola bilərik də, biz ona xəyanət edə bilərik. İskəndər də razılaşır. Bunlar da gedirlər yenə Daraya xəyanət edirlər. Və Dara məğlub olur. Sonra isə İskəndərə gəlirlər ki, və bizim yəni necə sənlə anlaşma eləmişiksə bizə pulumuzu verir falan belə. İskəndər də onları isə öldürür, axırda elə olmalıdır. Demək İskəndər Daraya məğlub olmur. Felequs İbn İshaqdan fərqli olaraq ədalətli hökmdar olur. İkisi də ədalətli idi. O da bu da. Nüşabə İskəndərin qorxduğunu görəndə ona olduğu yeri öz evi kimi bilməsini söyləyir. Bu var. Elə bunu deməli götürəcəyik biz. İskəndər Nüşabə ilə söhbətində bütün məqamlarda Nüşabəyə haqq verir. Bütün məqamlarda vermir haqq. Deyir, sən bu daşqaşdan özün istəmirsənsə, niyə gəlib özün daşqaş istəyirsən də belə bir şey. Yəni hansıya bir fikir elə gəlir də. Felequsun ədalətli hökmdar kimi ölkəni idarə etməsi Daraya xoş gəlirdi. Yox, xoş gəlmirdi. Dara deyir, kin saxlayırdı ona qarşı. Deməli bu fikri götürməyəcəyik. Deməli keçək 40-a. Nizam Gəncəvinin hansı paymasına aid fikir söylənilməmişdir? Şair nədən danışırsa İsmail ədalət ideyası insan ləyaqətin ucağını əməyə, elmə, sənətə hörmət deməli deyir. Bunu sillə xəzinəsini götürməli deməli deyini qoyduq. Bura dövlətin ağıl və ədalət idarə etməsi, qadın ləyaqətin ucaqlığı, bu Xosrov və Şirindir. Bunu A-nı qoyduq. Şair ideal hesab etdiyi hökmdar obrazı yaratmaq qarşısına məqsəd qoymuş və buna nail olmuşdur. Şair ideal hesab etdiyi hökmdar obrazı yaratmağı qarşısına məqsəd qoymuş və buna nail olmuşdur. Şimdi bu deməli İskəndərnamədədir. Burada beyni qoy. Şairin məqsədi öz arzu və istəklərinə uyğun obraz yaratmaq, onun vasitəsilə Samaniya hökmdarlarına yol göstərmək olmuşdur. Bu da deməli 7 gözələ qoymaq olar və nəticədə Leyli və Məcnuna aid fikir qalmır. Keçək 41-ə. Demək ki, əsərdən verilmiş parçada rast gəlinir, biri yanlışdır, yanlış kilsə. İskəndər haqqında heç bir əsərdə məlumat yox, tamam bildik. Dastan xülasəsi İskəndərin Cahangiri tarixi hissəsi. Düzdür, müəllif hansı mənbələrdən istifadə etdiyini deyir. Yəhudi Nəsrani Pəhləvi düzdür. İki misrada şikayət motivi deyir. İskəndər haqqında heç bir əsərdə məlumat görmədim deməli var. Ən incə sözləri əlinə keçən müəllif həm sözləri olduğu kimi deyir istifadə edir, amma deyir ki, qabığı ataraq məğzini aldım. Yəni deyir qabığını atırda deyir, olduğu kimi istifadə eləmir. Deməli D variantı yanlışdır. Aid olduğu əsərin mükəmməl bədii quruluşunu hiss elətdirir. Bu fikir də düzdür. Deməli, baxır ki, Nizam Gəncəvin yaralı bir uşağın Dastan əsərində yaralı uşağı xilas edən uşağı necə qiymətlə? Təbii ki, də ağıllı qiymətləndirmə olar da. Baxa görə harda ağıllı düşmən adın dostuna yaxşı elə biləcəyimiz bu olacaq. İskəndərnamə hissəsinə verilmiş əsərdən parçada kim haqqındadır? Ağıl sahibidir Rumlu hökmran, xərat göndərdi, olmadı düşmən, bəxşilər göndərdi böyük dərbaba, düşmənin yolundan əl çəkdi Dara. Deməli, bu hissə İskəndərin atası ilə bağlı olan hissədir. Yəni ki, Felequsla bağlı olan hissədir. Deməli, cavabımız C variantı olacaq. Keçəyin sonra 44-ə. Nizam Gəncəvinin İskəndərnamə əsərindəki İskəndər haqqında deyir doğrudur. Makedoniya İskəndərlə Paymanın qəhrəmanı eyni deyil. Bəli, bu fikir düzdür. Çünki o tarixdə olduğu kimi göstərir. Nizami öz qəhrəmanı İskəndəri sevir, öz əməlinə alqışlar, onun qüsurlarını gizlətməklə deyir. Bu fikir səhvdir.
Ayaq basdığı hər yerdə İslam dinini yox, tək Allahlığı təbliğ edir. Həm mükəmməl təlim-tərbiyə alan, həm də döyüş sənəti silahını da öyrənmiş və hər kəs heyran etmişdi bu var. Nüşabənin ağlı bazarı fərası qarşısında aciz qalır. Bu fikirdə var. Deməli cavabımız 1, 4, 5 C variantı olacaq. Nizami Gəncəvinin Xosrov və Şirin əsəri haqqında fikirlərdən biri yanlışdır deyirəm. Biri yanlışdır. Deməli, poema romantik süjetə malikdir. Düzdür, əsər məhəbbət mövzusuna yazılıb. Düzdür, əsərdə dövrün ictimai siyasi problemlər, əxlaqi, etik qaydalar öyrəşdiyini tapmışdır. Düzdür. Qadın ləyaqətin ucalığı, təmiz əxlaq, insan qüdrətinə inam falan düzdür. Şair obrazının simasında məhəbbətin insan saflaşdıran, nəcibləşdirən Şirin obrazının simasında məhəbbətin insan saflaşdıran, nəcibləşən hiss olduğunu ustaq əks etdirmişdir. Burada Şirin obrazının yox, Xosrovun deməli simasına göstərilir. Ona görə də deməli bu fikir səhv olacaq. Deməli cavabımız Y variantı olacaq. Sonra 46-ya baxaq. Yaralı bir uşağın dastanı Nizami Gəncəvi fərqli olaraq ağlı uşaq dastanı. Burada da yaralı uşağın dastanı fərqli olaraq ağlı uşaq dastanında deyir. Ağlı ilə alan addımın nəticəsi bu ikisində də var. Ağlın yaşla əlaqəsi olmadığı bu da ikisində olar. Uşağın yaxın dostları ona çətin anda xəyanət edir. Bu yaralı uşağa aiddir. Qoca kişidən məsləhət və ondan faydalanır. Bu ancaq ağlı uşağa aiddir. Deməli cavabımız D olacaq. Ağlın qələbəsini işıqlandırır. Bu hər ikisinə aiddir. Deməli cavabımız D variantı. 47-yə baxaq. Böyük qəşəng sualdır. Böyük sual. İskəndərnamə səhnə haqqında yanlış fikir. Peyğəmbər səviyyəsində Şücaət İskəndər dünyanı dolaşır, insanları həqiqət yoluna dəvət edir. Bu fikir düzdür, amma bizdən yanlış istəyir. Bunu çıxıq. Dar obrazı öz əməlləri ilə içərisində dözülmə vəziyyəti yaratmış, xalqın taleyini şərəfsiz adamlara tapşırmış, ağıllı insanlara qənim kəsilmişdir. Bu dara aid fikirlər düzdür. Daran tələbini qəbul edən İskəndər xərac verməklə ölkəsinin toxunulmazlığına, xalqının azad yaşamasına nail olur deyir. Bu fikir bunun İskəndərə aid yox, Feyləqusa aid olmalı idi. Bu fikir deməli Feyləqusa aid olmalı idi. Ona görə bu fikir səhvdir. Ölkəsinin abadlığına xalqın firavan yaşamasına nail olan cəsarətli Nüşabə nəyə qadir olduğunu İskəndərə bildirməkdə çəkinmir. Bəli, bu fikir var. Ayaq basdığı hər yerdə, hər ölkədə ədalətin bərqərar olmasına çalışan İskəndər məzlumları, zalimləri zülmdən qurtarır. Haqqın ədalətin müdafiəçisi olur. Bu fikir də düzdür. Deməli, keçirik 48-ə. Nizami Gəncəvinin yaralı uşağın dastanına aid olan fikirlər. Uşaqlardan biri gəzərkən dostu ayağını qırır. Elə bir fikir yoxdur. Ayağı qırılan uşağa düşmənə yardım edir. Bu fikir var. Hadisə yerinə gələn ata uşaqlar danlayır. Danlama fikri yoxdur. Ağlı insanı hər səsindən qurtaracağı fikir aşılanır. Bu da düzdür. Deməli cavabımız Y variantı olacaq. İskəndərnamədə verilən nümunə kim haqqında? Yunanistan idi o məskəni, Makedoniyada doğma vətən. Qanunlar qoyardı yeni və parlaq. Ulu babası AC bilirsək, deməli bu da Feyləqusa aid fikirdir. Deməli 49 variantı olmalıdır. Nöqtənin yerinə uyğun adı müəyyən edin. Bu taxtalara qaranma hökmdarı İskəndər dənizdir. Mən çayım. Bunu İskəndər deyir. Çaşdırmaq üçün verirlər. Bunu İskəndər deyir. Yəni İskəndər deyir ki, mən İskəndər dənizi, mən çayım ancaq günəşlə kölgənin bir kölgəni olmaz bir tutmaq. Yəni burada əslində İskəndər özünü sübut etməyə çalışır. Mən İskəndər deyiləm də, məni İskəndər demə. Amma qane olunur Nüşabə. 51-də deyir, Nizami Gəncəvi yaralı uşağın dastanı əsərinə aiddir. Ərazözdən dördlük şəklində yazılmışdır. Dördlük şəklində yox, ikilik şəklində yazılmışdır. Hər bir misranın qafiyəsi digərlərindən deyir, fərqlənir, amma fərqlənmir, məsəl şəklində qafiyələnir. Dostun qədrini bilməsi bağlı nəsihət var. Burada dostun qədrinin bilinməsi ilə bağlı bir nəsihət yoxdur, çünki dost heç qədrini bilmir. Əsərdə qoyulan problem öz dövrünün zaman etibarilə aşır, deyir. Bu fikir düzdür. Nəyə görə? Çünki bu problem öz dövrünü aşır. Bizim dövrümüzə qədər gəlib çatsa, biz onu da indi maraqla oxuyuruq. Hətta belə bir hadisələr bizə də var. Deməli, öz dövrünün zaman etibarilə aşır. Əsərin ideyası onun formasına əsasən müəyyən edilə bilər. Hansı əsəri formasına əsasən müəyyən edə bilərik ki, biz belə formasına baxıb deyə bilərik ki, bu əsərin ideyası bu çıxacaq. Bunu deyə bilmərik. Ona görə cavabımız olmayacaq bu. 52-yə baxaq. Nizami Gəncəvinin yaralı uşağın dastanı əsasında şairin əsas qayəsi haqqında səhv fikirdir. Yaralı uşaq, həqiqəti gizlətmək olmaz. Bu ola bilər. Vəziyyətdən çıxış yolu tapmaq uca görən insanlar olar. Düşmən olsan belə namərdi yolunu tutmaq olar. Ağıl hərəkət edən gövhər tapmış insan olar. Bəlaya düçar olmamaq üçün hər şey üçün nəyi isə gizlətməlisən. Bu fikir bizə əsas qayəsi kimi göstərmək olmaz. Çünki belə bir fikri insanlara aşılamaz ki, bu fikir biraz mənfi fikir. Niyə ki, aşılasın? Ali 2-yə Y variantı olacaq.
Yaralı bir uşağın dastanı ilə bağlı əsərində deyir, hə, düz fikir seçməli. Uşağın dostları mövcud vəziyyətdə çarə axtarırlar, amma çarə tapmırlar, amma çarə axtarırlar ola bilər. Dostları uşağın atasını hadisə yerinə çağırır. Dostları uşağın atasını hadisə yerinə çağırır. Çağırır fikri yoxdur burada. Biz burada düz fikir istəyir. Mən elə başdan düz fikir dedim, üstünə xətt çəkdim. Deməli, burada bu olmalı, bu fikrisi yoxdur. Ya uşağı öncədən tələ qoymuşlar, yoxdur, özü gedir yaralanır. Uşağa düşmən olan obraz onun pisini istəyirdi, yox, onun pisini burada istəmirdi. Burada yaxşıdır. Sirrin gizlində qalacağından qorxan dostlar uşağı quyuda gizlə. Sirrin gizlində qalacağından qorxan dostlar uşağı quyuda sirrin gizlində qalacağından qorxan. Sirrin gizlində qalacağından niyə qorxsunlar? Aşkara çıxmasından qorxan ola bilər. Gizlində qalacağından qorxan nədir? Bu fikirdə səhvdir. Deməli, baxaq 54-ə. Burada testlər biraz belə verilib, bizə bunu çevirək. Belə götürüm. Belə də olmalı. Məcbur belə götürəcəm. Belə ekranı tərs çevirib baxarsınız. Deməli, başlayaq. Nizam Gəzəvin Yaralı uşağın dastanı hekayətində uşağı xilas edən oğlan hərəkəti necə qiymət tutar? Təbii ki, ağıllı insan idi bu. Deməli, Y variantı götürməliyik. Nizam Gəzəvin Yaralı uşağın dastanı əsərinin əsas ideyası nədir? Ağıllıqla bağlı olan bir şey. Deməli, ağıllıq və uzangörənlik olmalıdır. Cavabımız B variantı. İskəndərmə poemasında biri doğrudur. İskəndər ağıl sahibi Rumlu hökmran kimi təsvir olunur. Həmin o fikir kimi təsvir olunan Feyləqus idi. Deməli, A çıxdı. İskəndərin atasının özündən fərqli olaraq ikisi də ədalətli idi. Nüşabə İskəndəri pərəstişi üçün hazırlıq gördü. İskəndər saraya elçisini göndərir. Elçisini göndərmir, özü sadəcə elçi kimi təqdim edir. Nüşabəyə xidmətçi kişilər, onun dirəsində xidmətçi, onun ancaq qadınlar idi deyir. Xidmətində duran. Ona görə bu fikir səhv olacaqdı. Y variantına çıxdıq. Deməli, 57. Kimin dilindən verilməsinə əsaslanaraq misralardakı uyğunluğu müəyyən. İskəndər deyir, dənizdir, mən çayam ancaq. Bunu İskəndər deyir. Qəlbimi bu qədər aldatmaq olar, bunu Nüşabə deyir. Bir tük dastandan gətirilməz xəbər, bunu İskəndər yenə özünə müraciət deyir ki, yəni bir tük dastandan xəbər gətirməz də. Yəni deyir ki, sən belə hərəkət edirsən də, İskəndərə deyir əslində bunu. Bu da deyir ki, mən İskəndər tərəfindən gəlirəmsə, o asansa mən də asan olmalıyam. Günəşi palçıqla suvadın deyə bundakı Nüşabə deyir, deməli 1B, 2A, 3B, 4A, B variantı olacaq. İskəndərnamə poeması məzmununa əsasən doğru fikir istəyir. Deməli, Nüşabə İskəndərin elçisini görən kimi deyir, elçisini görən kimi tanıyır, o görən kimi tanımaq fikri orada yoxdur, sonradan o aydınlaşdırır, yəni görən kimi tanımır. Elçi özünü çaya, Nüşabəni dənizə bəzər. Elçi özünü çaya, bu əslində belə deyil, deyir ki, İskəndər dənizdir, mən çayam ancaq. İskəndər əslində özünü çaya, özünü əslində elçi baxımda olsa, yəni deyir ki, mən balacayam, İskəndər böyükdür. Yəni bu əslində fikrindən danışdırmaq istəyir ki, Nüşabəni. Mən İskəndər deyiləm, amma bu fikirdə belə deyil. Bu İskəndər özünü elçini çaya bənzədir, özünü dənizə bənzədir. Belə olmalı. Nüşabə bunun üstünə xətt çəkdim, çıxım. Nüşabə elçidə bu qədər cəsarət olmaz fikrini səsləndirilir. Nüşabə belə bir deməli fikir səsləndirir ki, sən bu qədər cəsarətli olmamalısan ki, deyir, sən gəlib birdən-birə deyir, mənim taxtıma belə gələsən, yaxınlaşasan, oturasan. Yəni belə bu fikirdə ola bilməzsən də. Yəni İskəndər eləyə bilər bunu. Sən eləyə bilməzsən, etsə bu qədər cəsarət olmaz. Ona görə bunu götürməliyik. Nüşabə İskəndərə əsəbləşər, bir tüklə asandan gətirməz xəbər. Bu fikir İskəndər deyir, ona görə səhvdir. İskəndər Nüşabənin suallarına qarşı cavabsız qalır, cavabını verir onun. Ona görə bu fikir səhvdir. Cavabımız C variantı olacaq. İskəndərin poemasının məzmununa əsasən doğru fikirlər istəyir. Nüşabə İskəndərin şərəfinə sürfrə atışdırıbı var. Daşın boğaza yolu olmadığından İskəndər ondan əl çəkməyə məsləhət görür. Daşın boğazı yolu olmayan İskəndər ondan əl çəkməyə məsləhət görür. Bu da var. İskəndər Nüşabənin verdiyi dərsdən nəticə çıxara bilir. Nüşabənin verdiyi dərsdən nəticə çıxara bilir. Bu fikir də var. Daşın boğaza yolu olmadığından İskəndər ondan əl çəkməyə məsləhət görür. Daşın boğaza yolu olmayan İskəndər ondan... Bunu... Yox. Bunu İskəndər demir ki, bunu Nüşabə deyir. İskəndər demir bu fikri.
Ona görə bunu götürməyəcəyik. Bu Nüşabənin fikri idi. Deməli, sonra baxaq davamına. İskəndər Nüşabənin verdiyi nümunənin onun öz simasından qınayır. Nüşabə öz taxtından əl çəkib hökmdarlığı İskəndərə verir. Deməli, 4 düzdür. Nüşabə öz taxtından əl çəkib hökmdarlığı İskəndərə vermir. Belə bir fikir yoxdur. Deməli, olacaq cavabımız 1, 3, 4. Nüşabə və İskəndərlə aid elə biləcək ortaq xüsusiyyətləri seçin. Həm Nüşabə, həm də İskəndərə. Əsərdə əksi tarixdəki kimi yaradılmır. Müəllif fərqli aspektdən yanaşdığı bu obrazların vasitəsilə mütərəqqi görüşlərini əks etdirir. Bu fikir var. Ölkəsinin xalqın rifahını düşünürlər var. Hər iki dövrün insana ideya yayan öndər kimi seçib. Bu ancaq İskəndərə aid fikirdir. Ona görə 4-ə götürməyəcək. Deməli, cavabımız 2-3 olacaq. Y variantı. Müqayisə əsasında ortaya yazıla biləcək fikir istəyir. Dünya üzərində hökmranlıq etmək, bu İskəndərə aiddir. Peyğəmbərlik mərtəbəsi də İskəndərdir. Gecə-gündüz ibadət etmək, Nüşabədir. Ədalətli hökmdar olmaq hər ikisinə aiddir. Dünya səyahətindən çıxmaq yenə İskəndərə aiddir. Ona görə deməli cavabımız olacaq. Müqayisə ortaya yazılan fikir hansı oldu? T variantı. Verilən fikirlərin kimin haqqında olduğunu əsaslanaraq uyğunlaşdırın. Öz cənnətində köşkündə yatmaz gecələr. Bu Nüşabədir. Qurdlar bağlamış qoyun buduna feylə qusdu. Həzət aparır kibirli obrazdır. Daradır bu. Ölümün əlində biçarə qalan isə İskəndər olur. B, C, A, D. B, C, A, D, Y variantı. Kərpic kəsən kişinin dastanı əsərinə aid deyil. Əsərdə qocaya məsləhət verən gənc obraz var, deyir. Deməli, məsləhət verən gənc obraz var, deyir. Bu baxaq, məsəl şəklində şair yanında yazılıb, düzdür. Əsərdə qocaya məsləhət verən gənc, əslində məsləhət verən qocaya olsun, qocanın nəsihəti olan hiddətləndirir, fikri səhvdir, nağdı səhvdir. Qoca gəncin deyişlərini mənasız hesab edir və bu fikir var. Gəncin məsləhəti qocanı əsəbləşdirmir. Olar. Əsəbləşdirmir. Sadəcə sakin qalır və ona fikrini ifadə edir. Bir baxımdan əslində nə məsələn mənası ola bilər? Məsləhət verməyi, yəni bu dırnaqarası məsləhət yazsaydı, başa düşürəm, belə məsləhəti yazmağı da biraz şagird çaşdıra bilər. Ona görə yəni bəzə problem ola bilər burada. Mən belə məsləhət verə deyən ola bilər, amma cavabım C variantı olar. Nizami Gəncəvinin kəsən kişinin dastanının əsərinə aid deyil. Parça məsələn forması yazılıb, düzdür. Natıma qafiyə yerdir, düzdür. Qocanın nəsihətamiz fikirlər düzdür. Parçada məzmun təzadlarına rast gəlir, olar. Deməli, götürə bilərik. Gəncin nəsihəti öz əksini tapıb. Və ki, burada da gəncin nəsihəti deyir. Yəni, gəncin məsləhəti, gəncin nəsihəti, nəsihət vermək qocaya məxsus ola bilər. Buradan da belə götürmək olar ki, Y variantı olar. Amma məzmun təzadına da rast gəlir. O məzmun təzadda nədir? Çox belə məzmun təzad götürə bilərdi. Biri ağıllı idi, müdrik idi, biri axmaq kimi götürə bilərik. Biri qoca idi, biri cavan. Yəni, o belə bir şey götürmək olar ki. Deməli, keçək 65-ə. Kəsən kişinin dastanı bədi formasına aid deyil, deyir. Nəzmdə hekayə gəlir, düzdür. Məsəl formasında əruz vəznində yazılıb, düzdür. Məsəl formasında əruz vəznində yazılıb, düzdür. Həyat hadisələri göstərmək üsulu. Göstərmək üsulu dramatik növdə olur, amma bu epik növdə. Deməli, bu səhvdə əsər sillər xəzinəsinə götürüb, düzdür. Hadisələr təkil üsuluna yer verilir, düzdür. C variantında göstərmək üsulu dramatik növdə olur, amma bu epik növdədir. Nizami Gəncəvinin kəsən kişinin dastan əsərinin məzmunu ilə bağlı yanlışdır. Hadisələrin çatdırılması təsvir və təkiddən istifadə olmuşdur, düzdür. Əsər süjet çalarları nəzərə çarpır. Kəsən kişinin dastanına düzdür. Süjeti var. Cavan oğlan qocaya ağıl vermək, yol göstərmək fikrinə düşür, deyir. Deməli, bu da düzdür. Qocanın cavabından sonra o cavan oğlan hərəkətinin doğru olduğunu müdafiə edir. Elə bir fikir yoxdur. Xəmsəyə daxil olan ilk payıma sillə xəzinəsindən, bu da düzdür. 67 İskəndərnamə
poemasına aid olan fikir istəyir. 2 müxtəlif hissədən ibarətdir. Həm iqbalnamə, həm şərəfnamə düzdür. Bütünlüklə tarixi məqamlara yer verilib. Tarixi məqamlar deyil orada. Məsələn, İskəndərin neçə Nüşabənin yanına gəlməsi kimi bir tarixi məqam yoxdur. Əsərin şeir vahidi digər poemalardan fərqlənir. Əsərin şeir vahidi nədir? Burada məsnəvi şəklində qalxında beyt digər poemalardan niyə fərqlənir? Belə bir şey yoxdur. Müəllifin ideyalarının yekun kimi çıxış edir. Bu da düzdür. 1-4 olacaq burada. Çünki axırıncı deməli poemadır və yekun kimi çıxış edir. Fikri oldu, düzdür. İskəndərnamə əsərinə əsasən verilən fikirləri obraza uyğunlaşdırın. Sülhə əhəmiyyət verir, ədalətlidir. Burada verilənlərdən deməli görüm hansı uyğundur? B. Feyləqus. Öz alımlığı ilə seçən obrazlı Dara. Məğrur hökmdar ağlı ilə ram edir. Məğrur hökmdar ağlı ilə ram edir. Bu da deməli Nüşabə aiddir. B, C, A olacaq. Cavabımız Y variantı. Hansı fikir İskəndərnamə poemasının məzmununa aiddir? Eys İbn Hisaq İskəndərin yox, Feyləqusun ulu babası idi. Deməli bu fikir səhvdir. İskəndərin dünyaya gəlməsi Niqumaş xəbəri. Niqumaş xəbər vermir. Belə bir fikir yoxdur. Mürəssimlər onu qabaqcadan deyir ki, yəni belə bir onun haqqında məlumat falan verir, amma Niqumaşın xəbər verdiyi hissə yoxdur. İskəndər uşaqlıqdan cəngavərliyə meyilli olur, bu fikir düzdür. İskəndərin Bərdəyə gəlməsi tarixi məqam, tarixdə belə bir məqam yoxdur. İskəndər həmişə Daraya xərac verir, yox, Daraya ilə müharibə apar və ona qalib gəlir və nəticədə artıq xərac vermir. İskəndər deməli yenə İskəndərnamədə Nüşabənin verdiyi dərsin ibrət alır, düzdür. Bərdəyə gəlmədən Nüşabəni deməli tanıyırdı deyə. Bərdəyə gəlmədən Nüşabəni tanıyırdımı? İskəndər tanımırdı. Nüşabəyə elədiyində irad tutur var. Nüşabənin ona düşmənçilik etdiyini zənn edir, yox. Deməli cavabımız 1 və deməli 3 olacaq. Keçək digərinə. Yəni 71-ə. Baxaq. İskəndərnamə əsərinə aid edir. Müəllif İskəndər haqqında heç bir yerdə yığca məlumat görmədiyini deyir. Bu fikir var. Əsər yazılarkən Nəsrani mənbələrin müraciəti var. Nəsrani, Pəhləvi, Yahudi falan. Tarixi real obraz İskəndər yoxdur. Hadisələr geniş şəkildə əhatə olunduğuna görə əsər mənzum, roman hesab edilir, düzdür. Əsərdə Ərəstun İskəndər həm müəllimi, həm də vəziri olur. Belə əslində vəzir olma var. Müəllim olmaqda belə Niqumaşa aid elmi olar. Ərəstun onunla həm yaşıdı idi, ona yol göstərdi. Belə müəllim kimi də demək olmaz. Müəllim fikrinə əsasən Niqumaşa aid etdiyinə görə ona görə bu fikir səhv olacaq. Ona görə cavabımız 1, 2 və 4 olacaq. İndi görüm hansı variantdadır. 1, 2, 4. Deməli bu fikirdə aiddir A variantı. Hansı beyt İskəndər haqqındadır? İskəndər dünyanı dolaşıb 4 yanı gəzdi, bilmədiyi mülkü fəth eyləməzdi. Bu elə İskəndərə aiddir. Padşah əmr etdi ki, münəccimlər baxıb uzları versinlər, xəbər Feyləqusdur. Ağıl sahibi Rumlu hökmran, bu da Feyləqusdur. Doğruya ancaq bənzəyən yalan, yaxşıdır yalan, bənzər doğrudan. Bu müəllifin dilinə verilməlidir. Əsərin başlanğıcına verilir. Belə nəql edir söz xəzinədarı, köhnə xəzinənin adlı saları. Belə nəql edir deyəndə söz xəzinədarı bu əsasən əsərlərin başlarında verilən hissədir. Yəni bu da müəllifin dilindən verilən hissə ola bilər. Yəni ona görə İskəndər haqqında deyil. Bunlar A variantı, amma düzgün cavabdır. İskəndərin haqqında yenə düzgün fikirləri istəyir. İskəndər deyir Kəyan adətinə hörmət göstərdi. Bu fikir var. 27 yaşındaykən dinə yol göstərən peyğəmbərliyi qəbul edir. Hinddən Romaya yox, Yunana qədər. Hər şey axtarıb çarə tapıb, ömrə çarə tapa bilmir. İskəndərin getdiyi yerlər şənlənir, səadət tapır. Bu fikirdə var. Deməli cavabımız 1, 2, 5 olacaq. Nizami Gəncəvi Kəsən kişinin dastanı əsəri ilə bağlı səhv fikir istəyir. Cavan oğlan qoca kişiyə ağıl verməməyə Kəsən kişinin dastanı. Cavan qoca kişiyə ağıl verməyə çalışır var. Qoca təmkin oğlanı dinləyir var. Qocanın cavabı oğlanın öz hərəkəti barədə düşünməyə sövq etmir. Bu fikir səhvdir. Onu sövq edir onu düşünməyə. Hadisələr Şam əslində bu düzdür, Şisə xəsəsənin düzdür. 75 İskəndər əsərinin bədii məzmunu ilə bağlı deyir. Məzmun deyir. Deməli biz formaya aid olan xüsusiyyətlər avtomatik çıxırıq. Bu formada çıxdıq. Bunu çıxdıq. Məsnən formasında leşkə məqamlar buna çıxdıq. Deməli cavabımız elə 2-3 olmalı. İskəndər ədalətli hökmdar kimi təsvir edir, düzdür. Adı çəkən bütün hökmdar ədalətsiz deyil. Bu da düzdür. Orada Feyləqus İskəndər falan ədalətsiz deyil ki, deməli cavabımız 2-3 olacaq. Deməli, keçdik
76-ya. Misra Asım əlaqəsinin əsasına hansı fikrin İskəndərə aid olduğu müəyyən edir. Ədalət o qədər yaxınmış, ondan qurdlar bağlanmış. Qoyun bu feylə aid bu feylə aid fikir deməli səhvdir. Zülmün boğazını elə sıxmışdı, dara həsədindən rəqib çıxmışdı. Bu da feylə aiddir. Bəxşilər göndərdi böyük dərbaba, düşmənin yolundan ət çəkdi. Bu da feylə aid fikirdir. Dünyanın gəzərkən döndü hər yana, elə çox böyük şəhərlər belə. Bu da İskəndərə aid fikirdir. Şöhrətli şairi adı Feyləqus, itaət edərdi ona Rum və Rus. Bu da elə feylə aid fikirdir. Bu da İskəndərə aid deyir. D variantı olacaq cavab. Hansı fikirlər İskəndərə aid edilə bilər? İskəndərə aid edilə bilər. Ölümün əlində qaldı biçarə, bu İskəndərə aiddir. Zülmün boğazına sıxmışdı, bu Feyləqusdur. Silli Suri kişiləri köhnə dünyadan, bu da İskəndərdir. Özünün işini qeydini çəkər, bu Nüşabədir. Bir tülkü aslana gətirməz xəbər, bu da İskəndərdir. Cavabımız B variantı olacaq. 78-ə baxaq. Deməli, evini qazısan müqayisə edib uyğun fikirləri. Nəzmlə yazmış əsas üç xətti var. Bu elə Sultan Səncər və Qarıya da aiddir. Deməli, bir səhvdir, biri burada verdiyinə görə. Deməli, biri variantlardan çıxdıq. Əsərin baş qəhrəmanı ideal hökmdar obrazı, İskəndər ideal hökmdar obrazı kimi göstərilib. Əsərdəki baş qəhrəman müəllif təxəyyülünün məhsuludur deyir. Baş qəhrəman müəllif təxəyyülünün məhsulu bu İskəndərə aiddir. Əsərin vahid xətti olmasa da və vahid xətti var. Əsərdə zülm görən obrazın hökmdara olan nəsihət. Əsərdə zülm görən obrazın hökmdara olan nəsihətindən danışır. Bu fikir var. Qarı hökmdara verilən nəsihətlər zamanında sadəcə şəxsi problemdən danışmır. Əslində ölkənin ümumi problemindən danışır. Ona görə cavabımız olacaq 2, 5, 6 C variantı. Nizami Gəncəvinin testləri bu qədər idi. Deməli, gələn izahlara qədər sağ olun, salamat qalın.